Salam uşaqlar, bugün Cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. 50 minə az qalmış uşaqlar. Kim abunə deyilsə, bana dəstək olaraq abunə olun. Так, testy по тексту. Bu 9-cu sinifə aiddir, yəni mətn testləri də 9-cu sinif üçündür və образцы текстов чтений для выпускных экзаменов. Yəni mətn nümunələri də oxudu buraxılış imtahanları üçün. Deməli, birinci mətnə keçək, 11-ci sinifi də paylaşıram uşaqlar, həm də bunu. Tak, paralel olaraq hamısını yəni çalışaram ki, paylaşım. Yəni siz çoxsunuz, mən təkəm və ona görə də yavaş-yavaş bunun hamısını paylaşacağım. Bilirsiniz ki, hər bir kitabı, götürdüyüm kitabı A-dan Z-yə paylaşıram. Tak, gəlin oxuyaq və tərcümə edeyim, ondan da sonra suallara cavab verərik. Люди всегда ищут новые источники получения информации. Deyir ki, insanlar həmişə informasiya əldə etmək üçün yeni mənbələr axtarır. Одним из таких источников является Википедия, универсальная интернет-энциклопедия. Bu mənbələrin biri Википедия, универсал интернет-энциклопедиясıdır. Это общедоступная многоязычная энциклопедия, самый крупный и наиболее популярный справочник в интернете. Deməli, bu ictimaiyyətə açıq, çox dilli ensiklopediyadır. İnternetdəki ən böyük və ən məşhur, belə deyək də, spravочник, arayış kitabı da, düz. Elə düz olur da, yəni. Так, ее создали в 2001 году, 2001 ildə yaradılıb bu. У Википедии есть адрес в глобальной сети. Deyir ki, Wikipedia'nın qlobal şəbəkədə ünvanı da var. По объему информации и тематики это самая полная энциклопедия из всех, которые были созданы за всю историю человечества. Deyir ki, informasiyanın həcmi və mövzularına görə bu bütün insanlıq tarixi boyu yaradılmış ensiklopediyalar arasında ən dolğunudur da, belə deyək. Так, в Википедию можно внести сведения на родном языке. Deyir ki, Wikipedia ana dilinizdə məlumat daxil edə bilərsiniz. Ее интернет-сайт один из часто посещаемых сайтов в мире. Deməli, onun internet saytı dünyada ən çox ziyarət edilən saytlarından biridir. Создавать и редактировать статьи в ней может любой пользователь интернета. Deməli, orada məqalələr yaratmaq və redaktə etmək hər bir internet istifadəçisinə açıqdır. Все изменения в Википедии сразу может просмотреть каждый посетитель сайта. Yəni, deyir ki, Wikipedia'da edilən bütün dəyişiklikləri saytın hər bir ziyarətçisi dərhal görə bilir. Все это делает Википедию очень нужным и важным источником информации. Bütün bunlar Wikipedia'nın informasiyanın çox lazımlı və vacib mənbəyinə çevrilir. Так, но многие считают, что у нее есть и недостатки. Lakin bir çoxları hesab edir ki, onun da, belə deyək də, çatışmamazlıqları da var da, belə deyək. Например, каждый может писать тексты на этом сайте, поэтому качество этих текстов не всегда хорошее. Deyir ki, məsələn, hər kəs bu saytda mətnlər yaza bilir, ona görə də bu mətnlərin keyfiyyəti də həmişə yaxşı olmur. Люди часто ошибаются, некоторые даже делают это специально. İnsanlar tez-tez səhv edirlər, bəziləri bunu qəsdən də edirlər. Из-за того, что авторы не указывают своего имени, сложно проверить надежность и точность информации. Deməli, müəlliflər öz adlarını göstərmədiyinə görə informasiyanın etibarlılığını və dəqiqliyini yoxlamaq çətin olur. Иногда авторы копируют чужие тексты, размещают неточную информацию. Deməli, bəzən müəlliflər deyə başqalarının mətnləri köçür, qeyri-dəqiq məlumat yerləşdirirlər. Поэтому пользователи должны помнить, что информацию из Википедии всегда нужно проверять. Və deyir ki, Wikipedia'nın buna görə də deyir ki, istifadəçilər xatırlamalıdırlar. Так, ki
Wikipediyadan alınan məlumat həmişə yoxlanmalıdır. Belə. Sözü deyə bilmədim. Dilim dolaşdı. Nəysə. Tak, başa düşdünüz. Birinci sualımız belədir. Deyir ki, определить основной мысль teksta. Əsas ideyası nədir? Burada söhbət nədən getdi uşaqlar? Bax, oxuduq. Mən tərcümə etdim lap Azərbaycan dilindədən. Yəni necə əsas ideyanı tapmalıyıq biz? Əlbəttə ki, burada söhbət Wikipediyadan da biz danışırdıq, düzmü? Yəni bu universal internet bir ensiklopediyasıdır. Ya burada başqa bir şeydən danışma. Ancaq ona görə də burada Wikipedia universalna internet ensiklopediya. Biz ümumi danışdıq da burada belə deyək. Второй. Исходя из текста, определите правильный ответ на вопрос. Deyir ki, mətnə görə, yəni əsasən sualın düzgün cavabını biz tapmalıyıq. О чем всегда должны помнить пользователи? Deyir ki, istifadəçilər həmişə nəyi yadda saxlamalıdırlar? Nəyi yadda saxlamalıdır? Əlbəttə ki, biz də bilirik ki, yadda nəyi saxlamalıyıq? Вот, смотрите. Поэтому пользователи должны помнить, что информацию из Википедии всегда нужно проверять. Yəni, həmişə belə deyək də, Wikipediyada olan məlumatı biz neynəməliyik? Əlbəttə ki, yoxlamalıyıq. Bu düzdür yoxsa? Çünki hər kəs girib orada redakta da elə bilir, özündən də yaza bilir, belə deyək də. Ona görə Wikipedia məlumatın yoxlanması lazımdır. Belə. Wikipedia deyərək və burada düz məlumatdır deyə belə bir şey yoxdur. Так, третье. Какое утверждение не соответствует содержанию, yəni mətnə uyğun olmayan. Gəlin baxaq. Deməli, burada yazılıb ki, в Википедии можно найти очень много информации. Википедiyada çoxlu məlumat tapa bilərikmi? Bəli, bu düzdür. Википедия авторы иногда размещают чужие тексты. Википедiyada müəlliflər bəzən başqalarının mətnləri yerləşdirir. Düzdürmü? Bəli, biz onu bilirik. Düzdür. Не всегда информация в Википедии bывает точной. Deyir ki, Wikipediyada həmişə, yəni məlumatlar dəqiq olmur. Əlbəttə ki, dəqiq olmur. Википедию создали еще в прошлом веке. Deyir ki, Wikipediyanı ötən əsrdə yaradılıb, amma biz bilirik ki, bu əsrdə 2001-ci, çünki ее создали в 2001 году. Deməli, не прошлый век, а настоящий, да, вот. Так, D. Ona görə də biz D-ni seçdik. Wikipedia imеет adres globальной сети. Wikipedia'da global şəbəkədə ünvan var. Bu düzdür. Hamısı düzdür, amma bu D variantı bizdə uyğun deyil. 4-də дополните предложение информации из текста. Deməli, burada mətnə görə biz mətndən, deməli, bu cümləni tamamlamalıyıq. Любой пользователь интернета в Википедии, yəni istənilən любой пользователь, yəni istənilən internet istifadəçisi Wikipedia daxil ola bilər və может создавать и редактировать статьи deyə də, yəni burada mətndə var. Deyir ki, məqalələri yarada və redakta edə bilər. Düzdürmü? D variantıdır. Определите верное утверждение. Düzgün ifadələri də, yəni cümlələri seçməliyik ki, mətnə uyğun olsun. Чужие тексты копируют все авторы в Википедии. Deyir ki, burada. Так. Чужие тексты копируют все авторы в Википедии. Так, bu düz değil. Dальше. Yəni deyir ki, bütün Wikipedia müəllifləri başqalarının mətnləri kopyalayır. Надежная информация в Википедии легко проверить. Wikipedia məlumatları düzgünlüyü yoxlamaq asandır. Википедия это первый по посещаемости сайт в мире. Wikipedia ictimaiyyətdə açıq, çox dilli ensiklopediyadır. Yəni o общедоступным многоязычным является Википедия. Да, буду. Википедия это первый по посещаемости сайт в mире. Deməli, Wikipedia dünyada ən çox ziyarət edilən bir veb-saytdır. Общедоступным многоязычной энциклопедией является Википедия. Dediyim kimi də Wikipedia ictimaiyyətə açıq.
Çox dilli энциклопедияdır. Каждый посетитель сайта все изменения в текстах Википедия может сразу посмотреть. Просмотреть, yəni sayta daxil olan hər kəs Wikipedia deməli mətndəki bütün dəyişiklikləri dərhal görə bilir. Deməli, indi bunun içindən deyir ki, düzünü seçmək lazımdır da. Так. Да не, Википедия это первый. Нет, не первый. Одним из таких источников является... Так, Википедия. Это вообще доступная. Yox, baxın, indi 4 və 5 burada верное утверждение, да. Общедоступной многоязычной энциклопедией является Википедия, düzdür. И каждый посетитель сайта все изменения в текстах Википедия может сразу просмотреть. Bu da düzdür. Deməli, onda 4 və 5. 5-ci sualda. Belə uşaqlar, sağ olun, görüşərik.